Kanalımı izleyen herkese salam olsun. Değerli izleyiciler, bugün qeyri-adi ölçüdə içli Holland pendiri ilə olan maraqlı bir kartof kotleti hazırlamışam. Bunun üçün bizə lazımdır 1 kilogram kartof, soyub doğrayıram. Daha sonra qoyuram qaynamağa, suyuna da tuzu əlavə edirəm. Göndərirəm qaynamağa. Daha sonra içliyini hazırlayıram. Bizim burada içliyimiz sadəcə pendirdən ibarət olacaq. Yəni Holland pendirindən. 200 qram burada Holland pendiri var. Süd gəzdən keçirirəm. Və qoyuram bir kənara. Kartofumuz tam qaynayandan sonra suyunu süzürəm yaxşı-yaxşı. Daha sonra üzərinə 100 qram kərə yağı əlavə edirəm və 1 xörək qaşığı duz, yarım çay qaşığı da istiot. Təbii ki, burada duzun istiotunun qədəri sizin damaq dadınıza uyğun olaraq istifadə edə bilərsiniz özünüz. Bunları da əzib qarışdırandan sonra üzərindən 1 ədəd ağlı sarılı yumurta istifadə edirəm. Yumurtanı 2 ədəd də istifadə edə bilərsiniz. Bunları qarışdırıram. Sonda üzərinə 300 qram un əlavə edib xəmir yoğururam. Eynən xəmir kimi. Qəşəng yumuşaq xəmir alınır. Gördüyünüz kimi yumuşaq olur xəmir. Kündələrə bölürəm. Burada 5 dənə kündə hazırlayacağam. Əziz izləyicilər, siz istəsəniz kündənin sayını artıra bilərsiniz ki, yəni ölçüsünü balaca eləyib sayını çoxalda bilərsiniz. İndi mən ona görə buna qeyri-adi ölçü deyirəm kotlet. Kartof kotleti ki, yəni çox böyük hazırlamışam da, yəni normal böyüklükdə hazırlamışam. İndi yenə deyirəm, sizin üçün rahat olmasına görə siz 5 yox, kündəni biraz balacaladıb artıra bilərsiniz. Ölçüsünü balaca edib qədərini də artıra bilərsiniz sayını. Kündəliyəndən sonra heç gözlətmədən salafan arasında üstündə yayıram xəmiri. Daha sonra içliyi yerləşdirirəm. Gördüyünüz kimi içliyi də 5 hissəyə bölmüşəm eyni ölçüdə. Yəni içləri eyni qədər ölçüsü eyni olsun deyə 5 kündəni pendiri də 5 hissəyə bölmüşəm ki, kündələrin arasına istifadə edeyim. Gördüyünüz formada hazırlayıram kənarlarını. 4 tərəfini 4-ünü də qatlayıram və yayıb qalınlığını burada da sizə göstərəcəm. Baxın, çox nazik yaymıram. Normal qalınlıqda yayıram. Yenə göstərim. Deməli, kündəni yaydım. Yaydıqdan sonra içliyini əlavə eləyirəm. Daha sonra salafan vasitəsilə kənarlarını qatlayıram ki, pendirin üstü örtülsün. Yəni pendir açıqda qalmasın ki, tavada yağa daşıb dağılmasın. Baxın, bu qaydada. Düzəldəndən də sonra təzədən salafan qıraqlarını qatlayıb forma verirəm. Mən də uzunsov formada hazırladım. Siz istəsəniz forma olaraq kvadrat formada da hazırlaya bilərsiniz. Yenə də qeyd edirəm ki, ölçünü də balaca eləyə bilərsiniz ki, sizin üçün sizə tavada çevirmək, götürmək tavadan rahat olsun deyə. Duru yağ əlavə elədim tavaya, qızardıram. O üz bu üz gördüyünüz kimi çevirirəm. Daha sonra qaba yerləşdirirəm qızardandan sonra. Əziz xanımlar, burada bir də göstərəcəm sizə. Yəni tavaya qoyum, tavanın altının qazın xodunu sizə göstərmək istəyirəm ki, yəni iti xodda hazırlamamışam. İti xodda qaza iti çox xod verəndə tez qızarır, görkəm olaraq gözəl görünmür. Yəni bu bişirdiyim kotletlər, buna kotlet deyirəm də mən qeyri-adi ölçüdə qeyd elədiyim kimi. Ona görə qazın xodunu burada zəif verirəm ki, demək olar qızıl rəng qızarsın. İti xodda olanda biraz yanıq fason ütülmüş kimi olur da, gözəl görkəm olmur ona görə. Gördüyünüz kimi hazır oldu, çox gözəl, həm rəngi, həm dadı, inanın ki, çox gözəl dadı var. Burada iç görkəmini də sizlərə göstərirəm. İnşallah ki, siz də hazırlayın, əminəm ki, çox bəyənəcəksiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun.